Baxın, burada içini doldurmamış belə çizgi də eləyə bilərsiniz. Amma mən yenə belə bir şey elədim. Niyə? Çünki bu çox xoşuma gəlmədi. Yəni belə də eləyə bilərsiniz. Daha paralel alınsın deyənə. Amma mən istəyirəm sizin sentrifonla doldurduqdan sonra bu çizgiləri verim. Daha aydın göstərə bilərəm sizə. İndi belə qoymuşam. Normalda bu sağ ayaqdır, bu sol ayaqdır. Yəni bu şəkildə bizə baxanda sağ, sol. Sağ ayaqdan sol ayağa zincir çəkib birləşdirəcəm. Düyün vururam. Ortalama bu şəkildə qatlamışam. Və mənim tən ortadan duran ilməyimi görürəm, götürürəm. Burada bir zincir çəkib bunu möhkəmləndirirəm. Yəni bu zincir sayılmır. Bundan əlavə 3 zincir çəkirəm. 1, 2, 3. 3 zincir çəkdim və digər ayağa ortalama edirəm. Digər ayağın ortasından da bu bitirdiyim yerə düşür. Birləşdirirəm. CC edərək birləşdirirəm. Yoxsa X eləyə bilərəm, boş verin. X edərək birləşdirdim. İndi bu ayaqdan 21X toxuyuram. Sol ayaqdan 21X toxuyuram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 və 21. Bu tipə batacam. %21X toxudum. Ortadakı zincirdən 3X toxuyuram. 1, 2 və 3X toxudum. Digər ayaqdan da, sağ ayaqdan da 21X toxuyuram. Bu zinciri batdığım yerə yox, tək hissəyə batıram. Yanındakına yəni. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20
20 və dibə də batıram 21. 21x. Yəni ümumilikdə sizə belə başa salım. Bu sağ ayaqdan zincir çəkdim, ortalama birləşdirdim 3 zincirlə. 21x toxudum və gəldim burada zinciri batdığım dibə də bataraq 21x olmuş oldu. 3x toxudum, burada dibə batmadım. Gəldim 20x toxudum. 21-ci x-i yenə bu zincirin dibinə bataraq götürmüş oldum. Və 21x bu ayaqdan, 21x bu ayaqdan, 3x də ortadan olmuş oldu. Burada isə işarətləyicimi artıq qoyacağım. Zincirin arxasından toxuyacağım və sonra qoyacağım. Və bu arxa 3 zincirdən də toxuyur, sonra qoyacağım. Dəqiqə. Bir, 2 və 3. İndi hər iki yüzü də toxunmuş oldu. İşarətləyicimi qoyuram. Yəni demək istədiyim, ümumilikdə hər iki ayaqda 21x var. Bu ayaqda da 21x var idi. Bu ayaqda da 21x var idi. Ortadakı 3 zincir ayaqlardakı 21x-i öldürməsin deyənə zinciri çəkdiyim diblərə də batdım. Buradan döndüm, burada dibə batdım. Buradan döndüm, arxadan dibə batdım. Və ortaqlıq yaratmış oldum. Hər iki zincirin önünü və arxasını toxumuş oldum. İndi də belə işarətləyicimi qoymuş oldum. 20x toxuyuram, azaltmağa başlayıram. 20x toxuyuram. 1, 2, 3, 18, 19 və 20x toxudum. Bir azaldıram. Bir x toxuyuram. Bir x toxudum. Bir azaldıram. 19x toxuyuram. 1, 2, 3, 19x toxudum. 1 azaldıram. Və son olaraq 1x toxuyur. 1 azaldıram. Belə. Azaltmanı tamamladım bu sıra üçün. Növbəti sırada 2 sıra 44x toxuyuram. İndi hal-hazırda əlimdə deməli hal-hazırda əlimdə 44x var. 21x plus 21x, 3x plus 3x. Ümumilikdə 48x eləmiş oldu. Sonra mən bunu 4 dəfə azaltdım. 20x toxudum, 1 azaltdım. 1x toxudum, 1 azaltdım, etdi 2. 19x toxudum, 1 azaltdım. 1x toxudum, 1 azaltdım, etdi 2. 2 plus 2, 4 dəfə azaltma. 48x-dən çıxdım 4, 44x. Ümumilikdə əlimdə 44x qalmış oldu. Mən bu 44x-i 2 sıra
artırma veya azaltma etmeden dümdüz toxuyuram. İki sıra düz toxumuş oldum. Bu şəkildə ayaqlar görsənir. İndi 20x toxuyur, bir azaldıram. Daha sonra yenə 20x toxuyur, bir azaldıram. 2 dəfə azaltmış oluram. 44x-dən 42x-ə düşmüş oluram. 20x toxuyur, bir azaldıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 20x toxudum. Bir azaldıram. Fərqində olmadan toxuya getmişəm. Yenə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 və 20x. Bir azaldacağım. Bir azalt. 42x qalmış oldu. Növbəti yenə 2 sıra dümdüz artırma azaltma etmədən toxuyuram. 2 sıra 42x-i dümdüz toxudum. 2 dəfə azaltma yenə eləyirəm. 19x toxuyur, bir azaldıram. Yenə 19x toxuyur, bir azaldıram. 19x toxuyum. 19x toxudum. Bir azaldıram. Yine 19x toxuyuram. 1, 2, 3, 17, 18 və 19x toxudum. Bir azaldacağım. Baxın, işarətləyici ara xətlə bura gəlmiş olur. Yenə 2 sıra 40x qalmış oldu. 2 sıra 40x'i dümdüz toxuyuram. 2 sıra 40x toxuyuram. Tamam, okey. İndi əlimdə 40x var və mən bu 40x'i 2 sıra düz toxumuş oldum yenə. İndi isə növbəti sırada tamamlayacağım. Son azaltmamı eləyirəm. 18x toxuyuram. 3'ü birində azaldıram. O da necə? Baxın, 18x toxuyaq gələk. Və 18x toxudum. 3'ünü bir götürür, azaldıram. 1, 2 və 3 götürdüm. 4 ədəd ilmə var. Hamısını bir yerdə
azaldıram. İndi 16x toxuyuram. Yenə 3'ü birində azaldacağım. Və 16x toxudum. 3'ü birində azaldıram. 1 2 3 4 dənə var. Hamısını bir yerdə çəkirəm. Azaltmış oldum və 36x əlimdə var. 2 sıra 36x'i artırma azaltma etmədən dümdüz toxuyacağım və artıq bədən hazırdır, bitirəcəm. Son olaraq 36x'i 2 sıra dümdüz toxuyub gəlmiş oldum. İpimizi bitiririk. Sonlandırırıq. Bir cc alıram və ipimi kopardıram. Əllərin toxunuşunu sadəcə sizə belə şifahi olaraq deyim. Qolların toxunuşunda sehirli halqa edir. Tərkibini 6x doldururam. 1 2 3 4 5 və 6 doldurdum. 12x'e qədər qalxıram. Hər birinə cüt bataraq 1 2 3 4 5 6 7 8 9 10 11 və 12. Burada ipi arxa hissədən möhkəmləndirirəm. Belə götürmürük dəliyin ortasından, çünki pis görüntü verir və bu ara hissədəki ilməkdən çıxardacağıq. Bu ilmədən çıxardıram və burada ipi möhkəmləndirirəm. Daha sonra bu ipdən işarətləyici kimi istifadə edirəm. İndi 14 sıra artırma və ya azaltma etmədən 12x'i 14 sıra dümdüz toxuyub ipi qopardacağım və bir qolu hazır olmuş olacaq. İki qolu da eyni bir şəkildə toxuyacağım. Sehirli halqa 6x, 6x'i 12x'e qaldırıram və daha sonra isə 14 sıra artırma və ya azaltma etmədən dümdüz toxuyuram. Sonra növbəti bölümdə qolların bədənə birləşdirilməsi və baş hissəni qeyd eləyəcəm.